Herkese selam dostlar. Kanalıma videoma hoş gelmişsiniz. Benim adım Mehmet'di. Bugün o kadar yoğun bir gündü ki. Bakın yeri videomu başlattım çünkü fazla yeni tələsirəm bildiyiniz. Neyse. Hazırda hardayam. Mamamın iş yerine gelmiştim. Niye? Çünkü özüme ora Vinetka'da Vinetka için paltar götürürdü. Yani öyle hazır varken dedim götürüm onu. Sadece biraz böyleydi. Derzi falan verdik. Bu kadar. Sonra indi gedirəm yemək yeməyə. Saat 12'de ve ben səhər durandan hiçbir şey yememişim. Burada koşmaya niye geldim? Yemeği sipariş edeyim, sonra anama diyeceğim ki olma yemek gelir. Bu güzel baş neyse. Sonra mama da gelecek. Böyle dostlar sipariş verdim. Anam benim İtalyan bol sipariş verdim. Özüme bir tane Coffee El Salvador adlı ama hiç ne oldu hakkında hiç fikrim yoktu. İlk defa yapacağım. Bir de granola bol dedim. Mahneye göre telif geleceği videoya. Bundan sonra ise İspanyol dersim var. Saat 15:10'da içeri şehirde olmalıyım. İlk defa metro ile tek gideceğim. Yani ki sadece metroya sadece birini çok az binmişim. Atamla birini çok binmişim. Sonra bir defa bacımdan bindik. Onda da səhv getdik. Biz necə səhv istiqamətə getdik de düşünün. İndi bacım istifadə edə bir metro. Məndən balaca ama mən metroya heç ata bilməmişəm dostlar. İlk defa binəcəm. İndi deyirəm ki, tapa bilərəm içəri şəhəri. İçəri şəhərindən düşəndən sonra hər yerə çox rahat gedirəm. Mən piyada gəlirəm. Düşünürsünüz, yəni uzun məsafələrə piyada getməyi sevən bir insanım. Gedə bilirəm, itmirəm. Nəysə, İspaniyadan sonra da sabah emniyenimiz var və mənim son emniyenimdir. 132-134 lisey məktəbdə olacaq. O da içəri şəhərdədir və bugün biz 5-ci gündən medialar, adımlar və s. preparation'da, yəni hazırlıq gününə gedirlər. Ora gedəcəm. Elə düz İspaniya kursuna yaxındır. Belə. Yeməklərimiz gəldi arkadaşlar. Annem də gəldi. Annemin yemeği, bu da annemin dedikodu çayı. Bu da benim El Salvador kafem. Bu da benim granolam. Kapılar bağlanmış. Nöbet esasla değil. Çok tez çatmışam ve dersim hadi yarım saat var. Ona göre hazırda içeri şehirde turist bir şekilde gezirim. Yani hakikaten benim en sıkıntı şeylerden biri yolu səhv etməkdir. Ne vaxt tutaq ki, harasa gedirəm. Yani fərqi yoxdur, dərs olsun, ilk dəfə getdiyim bir yer, həmişə olduğum bir yer. Əgər tez çatmışamsa, bilmədiyim küçələrə falan gedirəm. Yəni bir baxıram sadəcə, tamam, bu belədir, buradır falan. Həm tanıyıram şəhəri, daha güzel olur. Hem de ne bileyim görmediğim şeyler görmeyi seviyorum. Ona göre güzel bir şey. Bugün de tuttuğumu gösterdim bilmiyorum. Böyle bir şey. Dostlar, telefonu buladım. Evet. Çantamda kameram vardı çünkü bugün emrimde meydeyim. Şimdi kamerayla şarjlarla güzel şekilde çıkacağız. Böyle. Danışırmışam, video çəkmirmişəm. Neysə, dərsdən çıxdım. İçəri şəhərdə İspan dili mərkəzi var, ora gedirəm dərsə. Neysə, bilib danışım da qurtarım, sonra hərəkət edərəm. Ora gedirəm və o qədər gözəl keçdik. İspan dilini öyrənmək hətta mənim uşaqdan arzum olub, ən sevdiyim dillərdən biri. İspan dili sadəcə aranızda tibbə gedən varsa, yəni bilirsiniz ki, akademik stresin əlindən, yəni öz istəklərinizə bir zaman ayırmaq həqiqətən çox çətindir. Hazır imtahanlar bitmişkən dedim ki, yəni biraz öz istəklərimlə məşğulam, İspan öyrəndim və s. Başladım. Artıq ikinci dərsim idi və o qədər xoşuma gəlir. Və bilsəcəm, 10-11 yaşından bəri İspan öyrənmək istəyirəm. Və o vaxtdan bəri İspaniyada mahnı qulaq olsun, İspaniyada kinolara baxmaq olsun və s. elədiyim üçün artıq mənə daha asan gəlir. Bir də daha
Gözəldir təbii ki. Çünki təsəvvür müəllim sizə bir söz verir öyrənməyə. En azından 20'sini bilirsiniz ve daha sonra hem de insana da bir motivasiya gəlir. Neyse. Bir de onun ki, İngiliz öğrenen sonra həqiqətən Avropa dillerini, yani İngiliz dili, base dilləri öğrenmək daha asan olur. Bu daha çok büyük bir plusdır. Neyse, çok sevirəm. Belə. 6 ay falan bitirmeyi düşünürüm ama yani sen tam olarak indi aprel ayındayıq da. Çatdırmaq kimi olacağım da sentyabrda üniversiteye gedirəm deyə. Əgər B2'nin ortasında və sair, yəni son səviyyənin ortasında dayandırmalı olsam, xahiş edəcəm, yalvaracağım ki, online 1-2 dərsdə qoşulum. Yəni elə də olsa bitirim, heç olmasa yarım qalmasını istəmirəm. Elə. İndi isə gedirəm məktəb 132-134-də. Bu da buralardadır. Sadəcə öncə içməyə özümə bir şey almaq istəyirəm. Belə bir yer tapdım. Instagram menüsünə baxın görün nə var içində. I'm too short to film you. Yeah, and I'm too tall. So the best admin is right here with you guys. As you can see, the best medium. Obviously, she's like 4'1". I'm like 6'7". Am I 44? As you can see. I don't know American. I don't. I don't know American. I don't speak American. I'm sorry. The first ability. Dostlar, mini vlog bura qədər idi. İzlediğiniz için çok sağ olun. Beni de Yasos'un bir köpeklerini izlemeyi unutmayın. Sağ olun.